Sözün fonetik xüsusiyyətləri bölməsinə 51-ci hissədə davam edirik. Qarşımıza inadkarlıq sözü çıxır. İnadkarlıq sözünü biz təhlil etdikdə görürük ki, bunun orfoepiyası inad, rıq kimi bir tələffüz əlimizdə gəlir çıxır. Yəni ki, d t-ya çevrilir. Sonra burada l r-ya çevrilir, q da x-ya çevrilir. L samitinin kar qarşılığı yoxdur deyir. Yenə dediyim kimi bu cür sözlərdə bax, l-dan danışılırsa yanlışdır. Çünki bizim orfoepiyamızda l deyilən samit yoxdur. Elə ona görə də 51-ci hissəsi cavabımız olacaq A variantı. Növbəti testə keçirik. Növbəti testimiz olur sənətkarlıq sözü. Bu sözdə biz tələffüz olaraq baxdıqda görürük ki, tələffüz olaraq sənətkar, yenə də burada sadəcə l-r-ya çevrildi, q-ya çevrildi. Qalan şeylər öz yerində qalır. Ahəng qanuna tabe deyildir. Ahəng qanuna tabe deyil, düz deyir. Çünki həm incə, həm qalın sahətlər özünü göstərir. Biz də səhv axtarırıq. Yazılışı deyilişi fərqlidir, doğrudur. İki yerdə tələffüz fərqi vardır, doğru fikirdir. Tərkibdə kar qarşılığı olmayan l samiti işlənmişdir. Yenə də bayaqki kimi olaraq sözün orfoepiyasında l samiti yoxdur. Səhv olaraq C variantı olur. Cavabımız olacaq C variantı. Vurğu sonuncu hecan üzərinə düşür. Doğru fikirdir. Hərf və səslərin sayı bərabərdir. Burada səs artımı yoxdur. Səs dəyişimi vardır. Səs artımı və səs düşümü olmadığına görə bərabərdir. Bu fikirdə doğru fikir idi. Yanlış fikir olacaq 52-ci testdə C variantı. Keçirik 53-cü testimizə. 53-cü testimizdə deyir ki, sual işarəsinin yerinə uyğun gələn söz hansıdır? Yazılışı ilə deyilişi fərqlidir. Qarşılığı olmayan samitlə bitir. Qarşılığı olmayan 4 samit işlənmişdir. Vurğu ikinci hecadadır. Deməli, yazılış və deyilişi fərqlidir ilə başlasaq, burada bütün sözdən yazılış və deyilişi fərqlidir. Nəvazişlə olacaq. Deyir ki, qarşılığı olmayan samitlə bitir. Qarşılığı olmayan samit hansılardır bizdə? L, M, N, R və H samitindən söhbət gedir. Bunu nəvazişlə, həvəslə, nifrətlə. Məsələn, sədiri sözündə qarşılığı olan samitlə bitir. Burada i hissəsinin qarşılığı vardır. Bunu atırıq. Nadanlıq sözdə nadanlıq deyə x-la bitir. X-nın da qarşılığı g-dır. Bu da gedir. Deməli, qalır əlimizdə A, B, D variantları. Vurğu ikinci hecanın üzərindədir. Nəvazişlə sözündə vurğu bura düşür. Çünki bu lalə vurğu qəbul eləmir. Özündən atır bir əvvələ. Bu da üçüncü heca eləyir. Atırıq. Həvəslə bu qalır. Bir də nifrətlə bir də bu qalır. İndi baxırıq bizə nə istəyir. Deməli, iki fikrimiz doğrudur. Vurğu ikinci hecanın üzərinə düşür. Doğrudur. Qarşılığı olmayan samitlə bitir. Doğrudur. Yazış və deyiliş fərqlidir. Hər ikisində fərqlidir. Qarşılığı olmayan 4 samit işlənmişdir. Bax, burada h vardı. Həvəslə olduğu üçün bu n, bir dənə n burada vardı. 3 dənə olsa fərəmirsə. Nifrətlə sözündə isə nifrət nəni olur axı bu sonda? Bir n burada, bir r burada, n, bir də n, 4 dənə həqiqətən də olur. Ona görə 53-cü testimin cavabı B variantı olacaq. 54-cü testimizdən davam edirik. Diaspor sözü vardı. Biz burada IA saat qoşalığını görürük. Yəni tələffüz olaraq burada bir dənə i ilə arasında y daxil olur. Diaspor deyə tələffüz olunur. Ekoloji sözündə də o keçir A-ya. Ekoloji deyilən bir tələffüz yaranır. Yazılış və tələffüz arasında bir fərqli məqam var. Bu ortaq fikirdir. Çünki həqiqətən də hər ikisində bir fərqli məqam vardır. Deməli, biri biz seçirik. 3 hecalı sözdür. Hər ikisində 3 heca var deyərdim. Amma ekoloji sözündə 4 dənə sait var. Yəni bu yanlış fikirdir. Biz nələri axtarırıq? Ortaqları axtarırıq. İkilər artıq ortaq olmadı. İkilərə atdıq. Birlər də onsuz da olmalıdır. Ahəng qanunu pozulmuşdur. Hər iki sözdə ahəng qanunu pozulmuşdur. 3 onsuz da olmalıdır. Burada artıq gəlir ki, bizə cavabımız 5 gələcək. Çünki 1-3-ün olduğu cavab bu gəlir. Burada deyir ki, 4-də niyə yanlışdır? Bəs 2 dodaqlanmayan saat işlənib. 2 dodaqlanmayan saat dedikdə, bax, diaspor, burada ekoloji sözündə o aya çevrildiyi üçün bir dənə dodaqlanmayan saat qaldı. Deməli, bu fikir yanlış fikir idi. Zingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur deyir. Bax, birinci sözümüzdə D zingiltilidir, D zingiltilidir, Y zingiltilidir, bir də R zingiltilidir, S-la P kardır. Deməli, burada 3 dənə zingiltili, 2 dənə kar vardı. Ekoloji sözündə L zingiltilidir, bir də J zingiltilidir. Kar isə k-dır, yəni ki 2-nin birədir, yenə də çoxdur burada. Ona görə hər ikisində çoxdur həqiqətən də 5-i də götürə bilərik ortaq fikir olaraq. Cavabımız olur B variantı. Keçirik növbət testimizə. 55-ci testdə deyir ki, verilmiş fonetik təhlilə uyğun olan sözün müəyyən edin. Deyir ki, deyiliş və yazılış arasında 3 fərqli məqam olsun. Tərkibində gəlin sadə bir şeylə başlayaq. Məsələn, ahəng qanuna tabe deyillə başlayaq. Ahəng qanuna tabe olan sözlərə birbaşa ataq gəlin. Məsələn, fırlanmaq sözü ahəng qanuna tabedir, bunu atdıq. Savadsızlıq sözü ahəng qanuna tabedir, bunu atdıq.
Sonra açıq və qapalı saytların sayı eynidir. Açıq və qapalı saytların. Burada 11-lik sözünü görürük ki, qapalı saytların həddindən artıq çoxdur. Bu uyğun gələ bilməz. Məşhurlaşmaq sözündə də bu da uyğun gələ bilmir. 55-ci testdə cavabımız Y variantı uyğun gələ bilər. Çünki açıq və qapalı məsələsində biz bir neçə variantı rahatlığını çıxarda bilirik. İnadkarlıq sözündə tələffüz olaraq burada 2 dənə qapalı sayt vardı, 2 dənə də açıq sayt vardı. Qalan fikirlər, deyiliş və arasında 3 fərqli məqam vardır. Burada D-yə çevrilir, L-ya çevrilir, Q-ya çevrilir. Doğru gəldi. Tərkibində karlaşan zingiltili samitlər vardır. Karlaşan zingiltili samitlər, məsəl üçün, Q-ya çevrildi. Bəli, bu bizim fikrimizi ödəyir. Q zingiltili idi, X isə kar idi. Kar və zingiltili samitlərin sayı bərabərdir deyir. Burada N zingiltilidir. Misal üçün, R zingiltilidir, növbəti R zingiltilidir. T kar idi, Q kar idi, bir də X kar idi. Deməli, həqiqətən də bərabərdir. Cavabımız həqiqətən də Y variantı olduğu görünür. 56-cı testimizdən davam edirik. Deyir ki, klasteri tamamlayan fikri müəyyən edin. Müdafiə sözündə sonunda İE olduğu üçün bir dənə burada müdafiə deyilən bir hissə yaranır. Tələffüzümüzdə bir fərqli tələffüz məqamı vardır. Bəli, həqiqətən də Y daxil oldu. Bir fərqli tələffüz məqamı vardır. A saytı müdafiə uzun tələffüz edilir. Doğru fikirdir. 2 dənə doğru fikir gəldiyi üçün biz aşağıdan doğru fikirlə davam eləməliyik. 2 incə 2 qalın sayt işləmişdir. 2 incə 2 qalın sayt işləmişdir. Ü ilə İ incədir. Ə də incədir. Deməli, bu fikir yanlış fikirdir. 2 zingiltili bir kar samit işləmişdir. Zingiltilinin sayı 2 dənədir, baxaq mı? M zingiltilidir, D zingiltilidir, bir də Y zingiltilidir. Bu da yanlışdır. Samitlərin hamısının kar qarşılığı vardır. Samitlərin hamısının kar qarşılığı vardır. Fikri yanlış fikirdir. Çünki M-nın burada qarşılığı yoxdur. Tərkibində saytlar qapalıdır. Amma açıq sayt da var. Vurğu 4-cü əcədir. Bu doğru fikirdir. Bəli, vurğu müdafiə. Həqiqətən də müdafiə dedikdə vurğunun ədə olduğunu biz rahatlıqla görə bilərik. Digər variantlarımızın da yanlış olduğunu rahatlıqla seçmək mümkün idi. 57-ci testimizə baxırıq. 57-ci testimizdə deyir ki, fonetik xüsusiyyətləri nəzərə alaraq boş xanaya uyğun deyil. Yazılış və tələffüzü fərqlənmir. Vurğu 3-cü əcəyə düşür. Tərkibində qarşılığı olmayan samit vardır. Deməli, buradakı fikirlərimizi nəzərdən keçirdikdə biz görə bilərik ki, yazılış və deyiliş fərqlənmir, hamısına aiddir. Tərkibində qarşılığı olmayan samitlər vardır. Burada M vardı, N vardı, burada M vardı, burada R vardı, burada N vardı, burada N vardı. Məsələsi ilə hamısında üstə gəlir. Vurğu 3-cü hecəyə düşürlə səhv gedir burada. Menecer sözündə menecer. Vurğu əvvələ gəlir, amma üvertura, üyə düşür, uniforma, formaya düşür, mesenat, 3-ə düşür, ultimatum, 3-ə düşür. Ona görə də 57 cavabımız olacaq Y variantı. Əlli 8-ci testdən davam edirik. Fonetik xüsusiyyətləri nəzərə alaraq boş xanaya uyğundur deyir. Biz yenə də gəlin bütün hecalar samitlə başlayır. Məsəl üçün, rəng B, rəng samitlə başlayır. Rəng A, burada artıq A ayrı müstəqil hecadır. Getmir burada. Ma, S, burada da artıq samitlə başlamadı. Bu da getdi. Grafiya, burada da düzgün gəlmir. Bit, burada bilsəm bitməyən. Bu ikisi üzərində uyğun gəlmə ehtimalı var bizdə burada. A ilə D arasında qalır hələ ki. Tərkibində 2 kar samit vardır. Bitməyən sözündə T kardır. Bu zingiltilidir, M zingiltilidir, Y zingiltilidir, bu da belə getdi. Deməli, cavabımız olacaq elə A variantı. Çünki burada deyir ki, rəng bərəng sözündə burada rəng, çünki özündən çox samit gəldiyi üçün bu G2 ilə tələffüz olunur. Bir də sonunda G2-yə keçir. Rəng bərəng. 2 samit vardır, doğrudur. Bütün hecalar samitlə başlayır. Rəng, bərəng, doğrudur. Vurğu ilk hecəyə düşür. Rəng bərəng. Burada mürəkkəb sözdə belə tipli sözlərdə vurğunu ilk hecəyə atır. Belə də bədən əvvəl gəlir. Rəng bərəng. Tələffüz fərqli məqam 2 dənədir. Bu da ki, dediyim kimi G-lər 2-yə çevrilir. Hər bir fikir 58-ci testdə A-nın üzərinə gətirir bizə. 59-cu testimizə baxırıq. Boş xanaya uyğun olmayan fikri müəyyən edin. Biz burada baxırıq ki, boş xanaya uyğun olmayan fikir. Pedagogika, burada bir dənə o aya çevrilir. Funklyor, filarmoniya, boş bir kar edən sözlər var dərimizdə. Bütün hecalar samitlə başlayır. Burada baxırıq filarmoniya.
boş, bikar, funik, uluyor. Boş, burada cavab deməli A variantında düzgün gəlir. Çünki pedagogika, funikulyor, boş, bikar, filarmoniya. Bütün məsələlər üstə gəlir burada. Vurğulu hecada o hərfi A kimi deyilmirdir. Pedagogika, burada İK da vardı. İK'dan əvvələ gəlir. Filarmoniya düz deyir. Funikulyor daha doğrusu. Burada axıra düşür. Boş bikar. Burada da boş bikar olmur. Boş bikar. Bu doğru gəlir fikir. Yəni burada bir yanlış bir şey yoxdur. Sonra vurğu son hecəyə düşür. Elə ən azından vurğu son hecəyə düşmür. Burada İK-yə görə düşməmişdi. Burada İ-yə görə düşməmişdi. Burada düşür axırda. Burada boş bikar lap əvvələ gəlir vurğu. Ona görə 59 cavabımız olacaq C variantı. Boşxanaya 60-cı testimizdə deyir ki, boşxanaya uyğun deyil. Nisgil, nigah, kərcadan və kimyager sözləri verilib bizdə burada. Biz görürük ki, burada vurğu sonuncuya düşür. Nisgil, nigah, kərcadan, kimyager doğrudur. Tərkibindəki G samiti Q şəklində tələffüz olunur. Bu yanlış fikirdir. Heç bir sözdə burada G-nin Q-yə keçməsi prosesi yoxdur. Hamısında elə G kimdə qalır. Ona görə də 60-cı seçili cavabımız B variantı olacaq. 61 ilə davam edirik. Bir dənə burada xətt düşüb. Bir dənə bu xətt silək. 61-də deyir ki, boşxanaya uyğun deyil. Sadiq sözü sadiq kimi tələffüz olunur. Sabiq sözü sabiq kimi tələffüz olunur. Tədqiq sözü tədqiq kimi tələffüz olunur. Şoranlıq sözü şoranlıq kimi tələffüz olunur. Sonra bir dənə nıxa keçir. Tərkibdə həm açıq, həm qapalı sahit vardır. Hamısına uyğundur. Yazılış və deyiliş fərqlidir. Hamısına uyğundur. Vurğu sonuncuya düşür. Hamısına uyğundur. Son samiti K şəklində tələffüz olunur. Burada bir dənə şoranlıq sözündə K kimi yox, şoranlıq kimi tələffüz olunur. Ona görə 61-ci testdə cavabımız olacaq D variantı. Keçək 62-ci testdə. Verilən fikirlərdən hər üçünün aid olduğu sözün müəyyən edildir. Yazılış və deyiliş arasında iki fərqli məqam var. Nəzakətlə sözünə baxsaq, nəzakətlə deyilən bir tələffüz fərqi yanır burada. Yəni ki, tələffüz olur nəzakətlə. Burada biz görürük ki, bəli iki fərq vardır. Saitlərdən biri uzun tələffüz, nəzakətlə. Burada uzun tələffüz olma vardır. 4 zingiltili samit vardır. Zingiltili samit, n zingiltilidir, z zingiltilidir, n-dır, n-dır. 4 dənədir. Cavab ilə A variant olacaq. Qalan variantlarda qabiliyyət sözündə cəmi bir dənə fərqli məqam vardı. Məsələn, getdi. Təcavüzkarlıq sözündə iki fərqli məqam vardı. Təcavüz A da uzun tələffüz olunur. 4 zingiltili samit vardır. C zingiltili samitdir. V zingiltili samitdir. R zingiltilidir, R zingiltilidir. Bir də Z zingiltilidir. C, V. Burada 5 dənə olduğuna görə götürənmirik. Şaxələnmək sözündə samitlərin sayını saraq şikardır, bu getdi, xıkardır, l zingiltilidir, n zingiltilidir, 3 dənədir burada da, 5 dənə deyil, 4 dənə deyil daha doğrusu. Fatihlik sözündə də yenə də burada bir dənə l zingiltili samitdir. Ona görə cavabımız elə olacaq A variantı düzgün cavab olaraq götürüləcək. 63-cü testimizdə verilən fikirlərin hər üçünün aid olduğu sözün müəyyən edin deyir. Yazılışı ilə deyiliş arasında 3 fərqli məqam var. Biz axtarırıq. Misal üçün, şairlik sözündə burada y gəlir, l r-ya çevrilir, k da x səsinə çevrilir. Saitlərdən biri uzun tələffüz olunur. Şair məsələsində burada biz uzun tələffüzün olma olduğunu görə bilirik. Şair. Və 3 zingiltili samit işləmişdir. Burada y vardı, r vardı, bir də növbəti r vardı. Elə cavabımız ona görə də 63-cü testimizdə A variantı olacaq. 64-ə baxırıq. Zəhimli söz gəlib yenə də bizdə. Bu tipli sözdən çox danışmışıq artıq. Burada zəhimli deyilən bir tələffüz yaranır bizim üçün. Zəhimli söz yaranır və deyir, hangi qanuna tabedir? Doğru fikirdir. Bizdən nə istəyir? Səhv istəyir. 7 səs vardır. Səsə baxdı 1, 2, 3, 4, 5, 6, 7 dənədir. Çünki bir dənə artıq i'miz vardı. 7 səs vardır. Doğru fikirdir. Vurğu ikinci hecadadır. Zəhimli. Doğru sözdür. Bir açıq, bir qapalı sahit vardır. Yanlışdır. Çünki qapalı sahitin sayı səsdə artıq 2-yə çıxmışdır. Cavabımız olacaq D variantı. 65. Qəhərlənmək sözü. Qəhərlənmək sözü tələffüz olaraq bizdə olacaq. Qəhər l keçir r-ya.
N keçir M-ya qəhərlənmə kimi bir tələffüz yaranır. Yəni ki, L R-ya çevrildi. N-dan sonra B, M, P samitləri gəlmə məsələsinə görə N, M-ya çevrildi. K da İ hissəsindən əvəz olundu. Yazışı ilə deyilişi fərqlənir. Doğru fikirdir. Yazışı ilə deyilişi fərqlənir. Bütün saitlər incə açıq dodaqlanandır deyir. Amma bunlar heç bir dodaqlanan saitlər deyirlər. Bu yanlış fikirdir. Bizdən düzgünləri istəyir. Düzdür. Deyilişi yazışı fərqlənir. Götürüyor o zaman. Saitlərdən 5-i cingiltili, ikisi kardır deyir bizdə. Bax, burada Q cingiltilidir, 2 dənə R cingiltilidir, N, M cingiltilidir, 5 dənə oldu. Bir dənə H ilə İ də kardır. Bu doğru fikirdir. Həqiqətən də deməli bu doğrudur. Bunu da götürürük 1, 3. Sonra kar samitlərin cingiltili qarşılığı vardır. Kar samitlərdən burada H-nın qarşılığı olmadığını görürük. Bu yanlışdır. 4 hecalıdır, vurğu sonuncu hecanın üzərinə düşür. Bəli, 4 hecalıdır, vurğu da qəhərlənmək sonuncu hecanın üzərinə düşür. Həqiqətən də 65-ci testimizdə 1, 3, 5 edir. Bu da Y variantında özün göstərir. 65-ci testdə cavabımız Y. Keçirik 66. 66-da biz baxırıq ki, fədakarlıqla sözü gəlir burada. Fədakarlıqla sözdə tələffüz fədakarlıqla olur. Yəni ki, sonunda bu L R-ya çevrilir. Q X-ya çevrilir. Bu hissədə lalə hissəsi də nan kimi tələffüz olunur. Deyir ki, 2 dənə N burada L gedir, yerinə nan gəlir. Bağlı səhv fikirlər bildim. Fədakarlıqla oldu tələffüzümüz. Bir daha deyim. Sözdə cingiltili kar samit cütlüyü yoxdur deyir. Burada F-nın qarşılığı V yoxdur, D-nın qarşılığı T yoxdur, K-nin qarşılığı G yoxdur, R-ların ümumiyyətlə qarşılığı yoxdur, X vardı, X-nın qarşılığı yoxdur, N-ların onsuz da qarşılığı yoxdur. Yoxdur deməsi doğru fikirdir həqiqətən də. 3 hecası cingiltili samitdə, 2 hecası saitlə bitir. Tələffüz sonra baxdıqda bax, fədakarlıqla deyilən tələffüzümüz vardı. Fə, da, bir də la hecalar saitlə bitir. 3 hecası cingiltili samitlədir. Səhvdir burada. Çünki 3 hecası saitlə bitdi. 2 hecası kar və lıq hecası samitlə bitdi. Bunu tərsindən deyib, bu yanlışdır. Bizdən də səhv istədiyi üçün 2-ni götürəcəyik burada. 5 hecalıdır, vurğu 4-cü hecaya düşür. Bəli, la hecası vurğu qəbulləmir ümumiyyətlə biz bilirik. Vurğu 4-ə düşür. Heca da ümumi sayı 5 dənədir. Çünki 5 dənə saitimiz vardı. Bu doğru fikirdir. Bunu biz ona görə götürməyəcəyik. Qarşılığı olmayan 4 samit işlənib. Qarşılığı olmayan 4 samit işlənib burada deyir. Burada 2 dənə R vardı, 2 dənə N vardı. Həqiqətən də 4 samit işlənib. Bu da doğru fikirdir. Bunu da götürmürük biz. 1, 3, 4-ü ümumiyyətlə cavablardan atma... Üzr istəyirəm. Burada nasıl dedim? 1, 3, 4-ü ümumiyyətlə cavablardan atsaq, onsuz da 2, 5 olduğunu biz rahatlıqla görə bilərik. Orfoqrafiyası ilə orfoqrafiyasında 3 fərqli məqam vardır. Deyir, yanlışdır. Çünki 4 fərqli məqam vardır. Cavab olur 2, 5. 66-cı testdə cavab olacaq A variantı. Gəlir 67-ci test. 67-ci testdə burada tələffüz olaraq çox adam çaşır. Burada çörək deyir. Amma baxmır ki, buradan sonra özündən sonra o gəlib, yəni sait gəlib. Ona görə də burada tələffüz olaraq olur. Çörək otu. Çörək otu deyilən bir tələffüz olur. Elə bizdən düzgün fikirlər istəyir burada. Bir məsəl üçün yanlışdır. Biz gördük ki, burada həmin buradakını yazmamışıq. Bu səhv getdi. Vurğu sonuncu hecaya düşür. Doğru fikirdir. Bəli, mürəkkəb sözdür və vurğu sonuncu hecaya düşür. Səs tərkibi ilə hərf tərkibi fərqlidir. Doğru fikirdir. Hecalar çörək, otu doğrudur və mürəkkəb sözləri ayrı-ayrı bölməli idi. Bu da belə bölünüb. Cavab 2, 3, 4 artıq düzgün cavab olaraq görsənər onsuz da. Bu deyilir 67-ci testin cavabı C variantı. 68-ə baxırıq. Sərtlik sözü vardı bizdə burada. Sərtlik sözü tələffüz olaraq gedəcək bizdə sərtdih deyilən bir tələffüz yaranır burada. Sərtdih. Yəni ki, L-diyə çevrilir, K-də İ-yə çevrilir. 2 hecalıdır, vurğu sonuncu hecaya düşür. Bəli, hecana yazışla baxılır. 2 hecalıdır və vurğu bora düşür. Sərtlik. Kar samitlə başlayıb, kar samitlə bitir. S ilə başlayıb, İ ilə bitir. Doğrudur. Kar samitlə başlayıb, kar samitlə bitir. Doğru fikirdir. Burada plusu səhv yerə qoymuşam. Onu oradan silək. Plus bir də bura gəldi. Bizdən nə istəyir? Düzgünlər istəyir. Onsuz da cavabda artıq 1-2 olmalıdır. 1-2 olduqda 4-ün də olacağını biz görə bilərik. 2 cingiltili 3 kar samit işləmişdir. Burada R və D samitləri cingiltili samitdir. S, T, İ samitləri isə kar samitdir. Həqiqətən də doğru fikirdir. 68-ci sesinin cavabı olur A variantı. 69-cu testimizlə davam edirik. Codlaşmaq sözündə coddaşmaq deyilən tələffüz gəlir burada. Bu cod sözünün dəyişməməsinin səbəbi də bir hecalı olmasıdır. Biz bilirik ki, samit, sait, samit versiyasında olan sözlərdə dəyişim baş vermir.
Zoddaşmaq sözü deyilən bir versiya gəlir əlimizdə bizim. L-dıya çevrildi, qıdaqya çevrildi. Hecaları samitlə başlayıb samitlə bitir. Heca dedikdə artıq bura baxırıq. Zoddaşmaq deyilən bir heca vardı əlimizdə. Samitlə başlayır və samitlə də bitir. Hamısı bu doğru fikirdir. Ahənc qanuna tabe edir. Doğru fikirdir. 4 zingiltili bir kar samit işlənmişdir. Bax, c zingiltilidir, d zingiltilidir, d zingiltilidir, ş burada kardır, m zingiltilidir, x kardır. Bu artıq yanlışdır. Bir kar demişdi, amma biz gördük ki, əlimizdə 2 kar samit vardı. Ona görə də 69-cu testimizin cavabı C variantı olacaq. 70-ci testimizə baxırıq. 70-ci testimizdə emosional deyilən bir test gəlib. Bu sözün düzgün oxunuşu emosional olacaq. Emosional. Belə bir tələffüz vardı bizim ədəbimizdə, emosional. Yazış və tələffüz fərqlənir deyir burada. Biz görürük ki, fərqlənir, çünki həm y samiti daxildir, onlar aya çevrildi. Burada fərqlilik vardı, bu doğru fikirdir. 3 zingiltili bir kar samit işlənmişdir. M zingiltilidir, s kardır, y zingiltilidir, n zingiltilidir, l zingiltilidir. Burada bizim əlimizdə ümumiyyətlə 4 dənə samit, belə deyil, 4 dənə zingiltili var deyə bu səhv fikir oldu. 3 dənə zingiltili yazmışdı burada. Səhv olduğu üçün 2-ni biz götürəcək cavablarımızda. 2 dodaqlanan, 3 dodaqlanmayan samit vardı. Ümumiyyətlə burada dodaqlanmayan samit qalmadı. Bunları biz atdıq biz. Bu da səhv oldu. 2, 3. Ahənc qanuna tabe deyil deyir, düz deyir. Vurğu 4-cü hecadadır. Emosional. Sonuncu hecadadır. Sonuncu hecadadır. 1, 2, 3, 4, 5-ci hecaya düşür. Vurğu 4-cü hecadadır. Fikir də yanlışdır. 2, 3, 5 bizim yanlış fikirlərimizdən özünü əks etdirir. 70-də cavab olacaq C variantı. 71-ə baxırıq. Marif sözü var əlimizdə. Marif sözünün tələffüzü olaraq marif deyilən bir tələffüz görürük biz burada. A-da uzanma baş verir, bir də düşür. Ahənc qanuna tabe deyil deyir, düz deyir. Çünki həm incə, həm qalın sayt vardı. 5 səs 6 hərf vardır, düz deyir bunda. A səs uzun tərəf sonu düz deyir bunda. 2 hecalıdır, səhv deyir. Çünki hecaya yazılışla baxırıq və orada 3 dənə sayt olduğunu görürük. D variantı bizim yanlış fikrimizdir. 72-yə baxırıq. Texnik söz gəlib. Texnik sözü ümumiyyətlə necə varsa elə də tələffüz olunur. Hər heyecanın tərkibində eyni sayda zingiltili samit var. Hər heyecanın tərkibində eyni sayda zingiltili samit var. Bəli, doğrudur. Bir də zingiltiliyə bir dənə də baxa bax. Hər heyecanın tərkibində eyni sayda zingiltili samit var. Yəni ki, bu yanlışdır çünki bax burada t-da kardır. X-da kardır. N zingiltilidir, k-da kardır. Deməli, bu yanlış fikirdir. Bir yanlışdır. Zingiltili samit ümumiyyətlə bir hecada var, digərində yoxdur. Sözdə 2 kar 2 zingiltili samit vardır. Xeyr. Burada bu da yanlışdır. Çünki dedi ki, 3 dənə kar, bir dənə zingiltili vardı. Deməli, 1 yanlış, 2 yanlış, 1 yanlış, 2 yanlış. İncə dodaqlanmayan saytlardır. E ilə i, daha doğrusu e ilə əldə edirəm. E ilə i incədirlər, həm də dodaqlanmayan saytlardır. Doğru fikirdir. Bunu götürmürük ona görə. Vurğu sonuncu hecanın üzərinə düşür. Texnik. Texnik sözündə biz bilirik ki, məsələn, lirik falan kimi sözlərdə də bunlar sənət bildirdikdə vurğunu əvvələ atırdıq, düzdür? Məsəl üçün, epik, dramatik kimi sözlərdə. Texnik sözdə sənət vəzifəsində istifadə olunan bir söz olduğuna görə burada vurğu texnik deyə tələffüz olunur. Vurğu son hecada deyil. Vurğu ilk hecanın üzərinə düşür. Ona görə cavabımız olacaq 72-ci testdə 1, 2, 4. Yəni bu hardadır? Y variantı olacaq 72-ci testimizin cavabı. 73-ə baxırıq. 73-də vicdan sözü gəlib burada. Vicdan sözü tələffüz olaraq vicdan deyə tələffüz olunur. Biz bilirik ki, c samitindən sonra d, l, t, z, s-nın samitlər gəldikdə c, j kimi tələffüz olunur. Vurğu son hecaya düşür. Doğru fikirdir. Bəli, vurğu həqiqətində son hecanın üzərinə düşür. 4 zingiltili samit işlənmişdir. V zingiltilidir, j zingiltilidir, d zingiltilidir, n zingiltilidir. Hamısı zingiltili samitlərdir. Doğru fikirdir. Dodaqlanmayan bir incə bir qalın sayt vardır. Doğru fikirdir. Yazış və deyiliş fərqlənmir. Amma fərqlənir. Burada c, j ilə əvəz olunduğu üçün fərqlənmə vardır. Fərqlənmir deməsi yanlışdır. 73-cü səslə cavabımız olacaq D variantı. 74. Təbii sözünün fonetik xüsusiyyətlərlə bağlı səhv fikir müəyyən edin. Bax, burada biz görürük ki, təbii sözü təbii. Belə bir tələffüz vardı bizim əlimizdə. 5 hərf 4 səs var burada. Biz görürük 5 hərf 4 səs vardı.
Düzgün fikirdir, doğrudur. Həqiqətən də səsin bir vahid azdır. İncə açıq dodaqlanmayan, incə qapalı dodaqlanmayan saitdir. İncədir həqiqətən də açıq saitdir və dodaqlanmayan saitdir. İncədir, qapalı dodaqlanmayan saitdir, doğru fikirdir. 3 hecalıdır, doğru fikirdir. Yazılışda 3 sait vardır. T, kar, b cingilti samitdir, düzgün fikirdir. Vurğu birinci hecaya düşür, yanlış fikirdir. Vurğu sonuncu hecanın üzərinə düşür. Ona görə 74-cü sesimizin cavabı olacaq Y variantı. 75. Səcdə sözü, bayaqki söz kimi bu da tələffüz zamanı səcdə deyə tələffüz olunacaq. Və biz baxırıq ki, yazış və deyilişi fərqlənir fikri doğru fikirdir misal olaraq. A vərdində yazılır ki, 2 incə açıq dodaqlanmayan sait vardır. Saitləri incədirlər, açıqlar və dodaqlanmayandılar, doğru fikirdir. 2 kar 2 cingiltili samit vardır burada deyir bizdə. S kardır. 2 kar 1 cingiltili daha doğrusu. J cingiltilidir, D cingiltilidir. Bu tərsindən oldu da bizdə kar bir dənədir, cingiltili 2 dənədir. Ona görə də 75-ci testimizin cavabı olacaq C variantı. 76-cı testimizdə əlatsız sözünün fonetik xüsusiyyətlərlə bağlı səhv fikir müəyyən fikir gəlir burada. Biz bilirik ki, sonu b, d, g samitlə bitən sözlərdə c samit gələrsə c kimi tələffüz olunur və burada tələffüz olaraq olacaq bizdə əlatsız deyilən bir tələffüz yaranır bizdə. 2 cingiltili 2 kar samiti işləmişdir. Deyir, l samiti cingiltili samitdir, z samiti cingiltili samitdir, c və s samitləri isə kar samitdir. Bu doğru fikirdir bizdə. 2 qalın 1 incə dodaqlanmayan sait işləmişdir. 2 qalın sait işlənibdir. A və I saitlər qalın saitdir. 1 incə saiti incə saiti dodaqlanmayan sait işləmişdir. Doğru fikirdir. Yazış və tələffüz fərqlənmir. Bu fikir yanlışdır. Biz burada C-nin C ilə əvəz olunduğunu görmüşdük. Buna görə cavabımız ilə 76-cı testdə C variantı olacaq. 76-da C. İqtidar sözü gəlir. Bizdə iqtidar sözünün tələffüz olaraq iqtidar olduğunu bilirik. Çünki özündən sonra q samitindən sonra kar samit gələrsə q q-ya çevrilir. Yazış və tələffüz fərqlənir fikir doğru fikirdir, doğrudur. 2 incə qapalı, 1 qalın açıq sait işləmişdir. 2 incə qapalı. Biz burada görürük ki, i saitləri, incə saitlərdə eyni zamanda qapalı saitdir. 1 qalın, yəni A saiti qalın saitdir, eyni zamanda açıq saitdir, doğru fikirdir. 3 cingiltili 1 kar samit işləmişdir. Burada k samiti kar samitdir, t samiti kar samitdir, d ilə r isə cingiltili samitdir. Bu fikir yanlış fikirdir. 3 hecalıdır, iqtidar doğru fikirdir. Vurğu ikinci hecadadır. Xeyr, iqtidar sözündə iqtidar sonuncu hecadadır. Bu yanlış fikirdir. Bizdən yanlışları istədiyinə görə 3-5 olur cavabımız. Yəni 77-ci hissəsinin cavabı olacaq B variantı. 78 gəlir. 78-də vaxtsız sözü gəlir. Vaxtsız sözündə vaxt sözü x ilə bitdiyinə görə burada vaxtsız deyilən bir tələffüz gəlir. Vaxtsız sözündə A qalın dodaqlanmayan, A qalındır dodaqlanmayan saitdir. I qalın dodaqlanmayan qapalı saitdir. Doğru fikirdir. Vurğu son hecadadır. Vaxtsız deyə tələffüz olunur. X, S samitləri kar, V, Z samitləri isə cingiltili samitlərdir. Doğru fikirdir. X, S kar samitlərdir. V, Z cingiltili samitlərdir. Səs sayı ilə hərflərin sayı bərabərdir. Yanlışdır. Xeyr. Burada T hərfi olduğu halda səsdə isə T səsi yoxdur. 78-ci testdə cavabımız olacaq D variantı. 79-da olacaq çəmənlikdəki sözünün fonetik xüsusiyyətlərlə bağlı səhv fikri müəyyən edin deyir bizdə. Çəmənlikdəki sözündə tələffüz olaraq bizdə olacaq çəmənlikdəki deyilən bir tələffüz yaranır bizdə. Çəmənlikdəki deyilən bir tələffüz yaranır. Və biz burada görürük ki, yazış və tələffüz fərqlənir deyir. Fərqlənir doğrudur. Burada l-n-ya çevrildi, k-ya çevrildi. Bu doğru fikirdir. İncə saitlərin ahəngi gözlənilmişdir deyir. İncə saitlərin ahəngi həqiqətən də gözlənilib. Doğru fikirdir. M, n, d cingiltili samitlərdir deyir. Ç, x, k kar samitlərdir. Burada belə deyək. Bax, m, n, d cingiltili samitlər. M, n, d cingiltili samitlərdir. Ç, i və k kar samitlərdir. Düzdür əslində bu da. 5 hecalı sözdür. Vurğu 3-cü hecanın üzərindədir. Burada vurğu məsələsi yanlışdır. Vurğu sonuncu hecanın üzərindədir. Vurğu çəmənlikdəki. Ona görə 79-cu testdə cavab olacaq D variantı. 80.
Mənəviyyat sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Mənəviyyat sözünün tələffüz zamanı sadəcə y düşür, başqa bir fərq yoxdur. Yalnız dodaqlanmayan saytlar işlənmişdir, doğru fikirdir. Deyiliş və yazılış fərqlənir, doğru fikirdir. Ahınc qanunu pozulmuşdur, doğru fikirdir. Çünki A qalın saytdır, burada incə saytların arasına düşüb. Vurğu sonuncu da doğru fikirdir. Səs fərqlərinin sayı bərabərdir, yanlışdır. Y-nin biri əski idi. Ona görə də 80-ci testdə olacaq cavabımız Y variantı. 81-ə baxırıq. 81-də ailə sözünün tələffüzü olaraq ailə deyilən bir tələffüz gəlir. Yəni ortağa y samit daxil olur. 4 səs 4 hərfdən ibarətdir fikri yanlışdır. Elə 81-də cavabımız olacaq A variantı. Çünki 4 hərf 5 səsdən ibarətdir. Səsimiz bir vahid artıqdır. 81-də cavab olacaq A variantı. 82-ci testə baxırıq. 82-ci testdə yazıb ki, təksir sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Təksir sözündə tələffüz olaraq Q'dan sonra kar samit gəldiyi üçün, yəni S gəldiyi üçün tələffüzdə təksir deyilən bir tələffüz yaranır. İncə dodaqlanan, ən incə saytdır və dodaqlanmayan saytı doğru deyir və eyni zamanda açıq saytdır. İ incə saytı, dodaqlanmayan saytı, kapalı saytı doğru deyir. 6 səs 6 hərfdən ibarətdir. Bəli, burada fərq yox idi. Bu tərəfini davam edək, buradan da yazım bu sözün tələffüzünü. Deməli, deyiliş və yazılış fərqlənmir, yenə də yanlış variantdır. Deyiliş və yazılış burada fərqləndiyini biz açıq-aşkar gördük. Q'ya keçmişdi. 83. 83-də müfəttiş sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Biz bilirik ki, qoşa t samitlər gəldikdə onun ikincisi d ilə əvəz olunur. Tələffüzdə müfət diş deyilən bir tələffüz yaranır. M cingiltili samitdir, düz deyir. Kar qarşılığı yoxdur, düz deyir. Yəni A variantı doğru fikirdir. Sait səslərin üçü də incədir. Sait səslərin üçü də incədir, düz deyir. Deyiliş və yazılış fərqlənmir. Xeyr, t deyə keçdi, fərqlənir. 83-cü testdə cavabımız olacaq D variantı. 84. Müvəqqəti sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Müvəqqəti sözü müvəqqəti deyə tələffüz olunur. Bax burada müvəqqəti. Deməli, hecaları müvəqqəti deyilən bir tələffüz yaranır burada. Doğru fikirdir. Burada yanlış bir şey yoxdur. Vurğu 4-cü hecadadır. Müvəqqəti doğru fikirdir. Saytların hamısı incədir, doğru fikirdir. 9 hərf, 9 səs vardır. Burada da səs dəyişimi vardı, amma düşüm yoxdur. Ona görə doğru fikirdir. 4 cingiltili bir kar samit vardır. Bax, M cingiltilidir. V cingiltilidir. K kardır. Q cingiltilidir. T kardır. Müvəqqəti. Burada gördüyümüz kimi deməli daha sonra bu kar oldu. Q da cingiltili oldu. 3 dənə cingiltili, 2 dənə kar vardı. Buna görə də elə cavabımız Y variantıdır. Burada artıq gördüyümüz həmin fikir yanlışdır. 85-ci testimizə baxırıq. 85-ci testimizdə bizdə göstərir ki, şairanə söz gəlib burada. Tələffüz olaraq burada şair söz gəlir burada. Və anədə də burada bir uzanma vardı. Yazılış və deyiliş fərqlənir, doğrudur, y daxil olub. Yazılış və tələffüz arasında 2 fərqli məqam var. Xeyr, 2 fərqli məqam yoxdur. Sadəcə y-nin fərqli tələffüz olunduğunu biz görə bilərik. Ona görə də cavabımız olacaq B variantı. Hər iki A saytı uzun tələffüz olunur, doğru idi. Ş, kar, y, r-nı cingiltili samitlərdir. Doğru fikirlərdir. Ahınc qanunu tabe deyil. O da ki, həm incə, həm qalın saytı doğru fikirdir. 86-cı testdən davam edirik. 86-da biz görürük ki, burada yerindən sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edilir. Yerindən sözü tələffüz olaraq yerindən deyilən bir tələffüz yaranır. Yazılış və deyiliş fərqlənir, düzgün fikirdir, l-d-n-ya keçdi. Cingiltili samitlər yalnız ikisinin kar qarşılığı var. Bax, y-nin qarşılığı var. Xışdırıq, r-nın qarşılığı yoxdur, n-nın qarşılığı yoxdur. Ona görə də burada heç ikisinin deyil də sadəcə birinin qarşılığı var. Ona görə 86-cı testdə elə B variantı yanlış fikir olacaq. Qalan fikirlər doğru fikirlərdir. Dahiyanə sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün olmayan fikirləri müəyyən edin. Dahiyanə sözündə bir fərq yoxdur. Burada uzanmalar vardı 2 dənə yerdə. Dahi sözündə burada bir A-da uzanma vardı. Anə hissəsində də burada bir uzanma olacaq. Dahiyanə. Başqa bir fərq yoxdur. 7 səs 8 hərfdən ibarətdir. Xeyr, burada yəni düşün falan yoxdur. Ona görə də bu fikir səhvdir. Ahınc qanunu tabe deyil, doğru fikirdir. Yalnız qarşılığı olmayan samitlər işləmişdir. Yalnız qarşılığı olmayan samitlər işləmişdir. Burada yəni y samitinin qarşılığı vardır. Ona görə də bu fikir səhv fikirdir. Yazılış və deyiliş fərqlənir.
səhv fikirdir. Birinci və üçüncü ecadakı A saytı uzun tələffüz olunur. Doğru fikirdir. Bayaqlarda göstərmişik onu yuxarıda. Vurğu sonuncu ecaya düşür. Dahiyanə doğru fikirdir. Bizdən nə istəyirdi? Düzgün olmayan fikirləri istəyirdisə 1, 3, 4 düzgün olmayan fikirlərdir. Yəni cavab olacaq B variantı. 88-ə baxırıq. 88-ci testimizdə vəsait sözü gəlir burada. Vəsait sözü tələffüz olaraq vəsait deyilən bir tələffüz olunur. Vəsait. Burada daha da uzanma olacaq. Yazış və deyiliş fərqlənir. Doğru fikirdir. Həqiqətən də y daxil oldu. Doğru fikirdir. Vurğu ikinci ecaya düşür. Vəsait. Vurğu üçüncü ecaya düşür. İkinci ecaya düşmür. Vəsait. 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 Bu yanlış fikirdir. Ahəng qanunu gözlənilib. Ahəng qanunu həqiqətən də gözlənilib desə yanlış olar. Çünki gözlənilib həm qalın həm imza vardı. Yanlışdır burada. 2 kar 2 cingiltili samit vardı. Burada V və Y cingiltili samitlərdir. S və T kar samitlərdir. Buna görə də bu doğru fikirdir. Saatlərin ikisi açıq, biri qapalıdır. İkisi açıq, bir dənə i qapalıdır. Bu da doğru fikirdir. Bizdən nə istəyir? Düzgünləri istəyirsə 1, 4, 5 olan bir variant olmalıdır. Burada 88-ci testin cavabı olacaq D variantı. 89-cu testimizdən davam edirik. 89-cu testimizdə biz görürük ki, burada köpüklü söz gəlib burada. Köpüklü sözündə bir dənə köpü, yəni bu ki, pühlü deyilən bir tələffüz yaranır burada. 3 incə dodaqlanan sait vardır. 3 incədir və dodaqlanan saitdir. Bu doğru fikirdir. Biz səhv axtarırıq əvvəldən deyək. Gir səsinin kar qarşılığı olan 2 k samit istifadə olunmuşdur. Xeyr, yanlışdır. Çünki burada 2 dənə k yoxdur. Biri ihə çevrildi onun. Ona görə də yanlışdır. 89-cu testdə cavab olacaq B variantı. Lovğa sözünün fonetik xüsusiyyətlərlə bağlı doğru fikirləri müəyyən edin. 5 səs 5 hərfdən ibarətdir. Doğru fikirdir. Lovğa yazılır, lovğa da oxunur. O qalın qapalı saitlərdir. Bu doğru fikir. 5 səs 5 hərfdən ibarət doğru fikirdir. O qalın və qapalı saitlərdir. Bu yanlış sayt sözdür. Qapalı yazılması burada yanlışdır. Çünki biz bilirik ki, qapalı saitlər I, saitlərdir. Bu yanlışdır. Sözdə L, V, cingiltili samitlərdir. Doğru fikirdir bu fikir. Deməli, bu fikir doğru fikirdir. Yazış və tələffüz fərqlənir. Yanlış fikirdir. Vurğu sınacadadır. Doğru fikirdir. Bizdən doğruları istədiyinə görə burada biz nə desə yanlış getdik. Lovğa. Vurğu sınacadadır. Lovğa, lovğa. Aha, burada üzr istəyirəm. Mən son anda plüsü qoyarkən yanlış xəta elədim. Burada dedim axı, bunlar qapalı sait hissəsi yanlışdır. Aha, deməli buraya x-i qoyduq, ya da minusu qoyduq. Burada qaldı düzlərimiz 1, 3 və 5 bizim doğru fikirlərimiz oldu. Yəni 90-cı testdə cavab olacaq B variantı. Oynayırıq sözünün tələffüzü bizdə olur oynuyuruq. Oynuyuruq. Yəni ki, I-lar U-ya çevrildi. Yəni hətta A-nın bir də U-ya çevrildi. Qıda X-ya çevrildi. Oynayırıq bir deyilən bir tələffüz yarandı. Yazış və tələffüz fərqlənir. 100% ki, doğru fikirdir. Qalan saitlərlə hangi gözlənmişdir? 100% ki, doğru fikirdir. Bütün samitlər cingiltilidir. Y cingiltili, N cingiltili. Bu xeyr. Sonunda X vardı, o kardır. Bu səhvdir. 2 açıq, 2 qapalı sait vardır. Burada qapalı saitlərin sayı çox oldu. Yanlış fikirdir. Vurğu 3-cü hecanın üzərindədir. Oynayır. Burada 1, 2, 3. Bu doğru fikirdir, bəli. Səhvlər burada oldu. 3 və 4. 3 və 4. Yəni 91-ci testdə cavab olacaq B variantı. 92-də cavab olacaq oxşayıram sözü gəlir burada. Oxşayıram sözü oxunuşca olacaq. Oxşuyuram. Oxşuyuram deyilən bir tələffüz yaranır əlimizdə. Vurğu 3-cü hecanın üzərindədir. Oxşuyur. Burada ırın üzərinə vurğu düşür. Zamanın üzərinə düşür. Yəni vurğu 3-cü hecanın üzərindədir. Doğru fikirdir. Biz səhv axtarırıq. Burada şərtdə bizə səhv göstərib. Qalın saitlərin ahəng gözlənilmişdir. Qalın saitlər hamısı, bəli, O, A, I hamısı qalın saitlərdir. Doğru fikirdir. Yazılışı və tələffüzü fərqlənir. Bəli, burada biz gördük ki, A və I U-ya çevrilmişdir. Fərqlənir deməsi doğru fikirdir. X, Ş deyir ki, bizdə kar samitlərdir. Y, R, M cingiltili samitlərdir. Doğru fikirdir. 3 açıq, 1 qapalı sait vardır. Burada yəni bir qapalı yazıb, amma bizdə gördük ki, qapalıların sayı artmışdı bayaqlar tələffüzdə. 2 dənə U vardı qapalı sait. Ona görə də
92-ci testimizin də cavabı Y variantı olacaq. Növbəti testimiz gəlir 93. 93. Burada təbiət sözü gəlir bizim əlimizdə. Təbiət sözü tələffüz olaraq olacaq. Təbiət deyilən bir tələffüz gəlir əlimizdə. Ahanc qanuna tabedir. Doğrudur, bütün saytlar incədir. Vurğu ikinci hecəyə düşür. Xeyr, vurğu sonuncu hecəyə düşür. Təbiət sonuncu hecəyə düşür. Həm qapalı, həm açıq saytlar işlənmişdir. Doğru fikirdir. Bir cingiltili 2 kar samit işlənmişdir. Burada baxırıq ki, bax, t kardır, b cingiltilidir, y cingiltilidir, təzədən t kardır. Deməli, burada 2 cingiltili 2 kar samit vardır. Bu fikir yanlış fikirdir. Yazılış və deyiliş fərqlənmir deyir. Amma fərqlənir, yanlış fikirdir. Yalnız dodaqlanmayan saytlar işlənib, doğru fikirdir. Deməli, bizdən sonda baxırıq, yanlış istəyir. Yanlış istədiyinə görə 2, 4, 5 olan variant olmalıdır burada. Bu da 93 testinin cavabını B variantı eləyir. Keçirik 94-ə. Fəaliyyət sözündə, fəal sözündə heç bir fərq yoxdur. İyyət hissəsində y-nin biri düşməlidir. Sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikirləri müəyyən edin. 4 hecalı sözdür. Bəli, 4 dənə sayt vardır. Vurğu 4-cü hecadadır. Fəaliyyət doğrudur. Sonra düşür. A qalın dodaqlanmayan açıq saytdır. A qalındır, dodaqlanmayan saytdır və qalın açıq sayt doğrudur. İ incədir, düz deyir. İ dodaqlanmayan deyir, düz deyir. İ qapalı deyir, düz deyir. Ə incə saytdır, düz deyir. Ə dodaqlanmayan saytdır, düz deyir. Ə açıq saytdır deyir, düz deyir. Bu deməli doğru fikirdir. F, t deyir ki, deməli kar samitlərdir. L, y cingiltili samitlərdir. Doğru fikirdir. Bu da doğru fikirdir. Bir sayt, bir samitin yazışında fərqli tələffüz olunur. Bir sayt, bir samit yazışından fərqli tələffüz olunur. Xeyr, burada heç ümumiyyətlə saytın fərqli tələffüz olması yoxdur. Samitdə də düşün vardı. Ona görə 94-cü testimizin cavabı D variantı olacaq. 95-ci testimizdə üstünlük sözünü verib. Bu sözün tələffüzü olaraq biz görürük ki, üstün, bax, t-dıya çevrildi. Üstünlük deyilən bir tələffüz var əlimizdə. Üstünlük deyilən tələffüzdə həm saitlərin, həm də samitlərin təkrar istifadə edilib. Həm saitlərdən, həm də samitlərdən. Burada saitlərdən ü saitləri vardı, samitlərdən n-nı samitləri vardı. Doğru fikirdir. Deyiliş və yazılış fərqlənmir, səhv fikirdir. Ü incə dodaqlanan qapalı saytdır. Ü incədir, düzdür, dodaqlanan saytdır, düzdür, qapalı saytdır, düzdür. S, t, i. S, bax, burada səhv dediyi t məsələsi. Bizim sözümüzdə t yoxdur. T, d ilə əvəz olundu. İncə saytlərin ahəngə vardır, düzgün fikirdir. Vurğu ikinci hecadadır. Xeyr, vurğu sonuncu hecadadır, yanlış fikirdir. Burada belə getsək, bizdə nə istəyirdi? Düzgünlər istəyirdi. 1-də, 3-də, bir də 5-də plus qoymuşam. Cavab 795-ci testdə C variantı olmalıdır. 96-ya baxırıq. Şərait sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Şərait sözündə biz burada görürük ki, şərait deyilən bir tələffüz özünü göstərir. Ş və t samitləri kar, r, y samitləri cingiltilidir. Burada bəli, həqiqətən də ş və t samitlərin kar, r və y samitlərin cingiltili olduğunu görə bilərik. Doğru fikirdir. Tələffüz və yazılış fərqlidir. Doğru fikirdir. 6 hərf 7 hissəsindən ibarətdir. Çünki bəli, bir dənə y samiti daxil oldu. Doğru fikirdir. Ə incə açıq dodaqlanmayan saytdır. Ə incədir, açıq saytdır, dodaqlanmayan sayt düzdür. A qalındır, açıqdır, dodaqlanmayan düz deyir. Vurğu ikinci hecadır. Xeyr, vurğu şərait. İt hecasına vurğu düşür. Ona görə də sonuncu hecadadır. 96-cı testdə cavabımız olacaq Y variantı. 97-ci testdən davam edirik. Çəmənlik və odunluq sözlərinin fonetik xüsusiyyətləri ilə bağlı səhv fikrini müəyyən edin. Çəmənlik sözünün tələffüzü olacaq. Çəmənnih deyilən bir burada tələffüz yaranır burada. Çəmənnih deyilən bir tələffüz yaranacaq. Və biz burada görürük ki, odunluq sözündə isə burada olacaq odunluq. Çəmənlik sözündə odunluq sözündə də 2 fərq vardı. Hər iki sözdə uzanan sayt yoxdur. Düz deyir burada. Birinci sözdə incə, ikinci sözdə qalın saytların ahəng gözlənmişdir. Düz deyir burada. Birinci sözdə 2, ikinci sözdə 1 kar samit vardır. Birinci sözdə deyir 2, burada ç kardır, bir də ih kardır. İkinci sözdə isə bəli, sadəcə x kardır. Bunu da düz deyir.
Doğru fikirdir. Hər iki söz üç hecalıdır. 3 dənə sait vardır düzdür hər iki sözdə. Hər iki sözün yalnız 2 samitin kar qarşılığı yoxdur. Odunluqda 2 samitin yoxdur, amma çəmənlik sözündə m, n 3 dənədir. Ona görə 97-ci testdə bu fikir yanlış oldu. Yəni Y variantı cavabımız olacaq. 98-ə baxırıq. Bu xoşniyyətli söz gəlir burada. Xoşniyyətli sözündə bəzən çaşırlar. Niyyətdəki yerin birini salmaq istəyirlər. Amma siz bu sözlərə, yəni burada qoşa iyyət şəkilçisi olan iyyət istədiyi yoxdur. Yəni. Çünki burada xoş sözü ayrı söz, niyyət sözü də ayrı bir söz kimi düşünə bilərsiniz. Düzdür, mürəkkəb sözdür də bu burada. Niyyət sözünün özünün tərkibində biz demişik ki, niyyətdir, səyyahdır, səyyardır. Belə sözlərdə düşün baş vermir. Ona görə xoşniyyətli sözündə sadəcə l, d ilə əvəz olunur. Xoşniyyətli. Belə bir versiya yaranır. Xoş xasiyyətli sözündə isə burada xas sözün üstünə iyyə çəkilisi gəlib. Burada y-nin biri buradan görə düşməlidir. L da d ilə əvəz olunmalıdır. Xoş xasiyyətdə. Ona görə burada yazıb ki, hər iki sözdə təkrar olunan samit vardır. Təkrar olunan samit. Bu xoşniyyətli sözündə qoşa y-yıdakı y-yılar təkrar olunub. Yanaşı gəlib demir, təkrar olunub deyir. Diqqətli olun burada. Və xoş xasiyyətli sözündə də xıllar təkrar olunub axı. Qoşa gəlməsinə səhv salmayın. Bəzən bu məsələni qatışdırırlar. Amma burada təkrar olunub. Doğru fikirdir. Hər iki sözdə ahəng qanunu pozulmuşdur. Doğru fikirdir, qalın vencə vardır. Hər iki sözdə hərflərin sayı səslərin sayından çoxdur deyir. Hər iki sözdə xeyir, çünki xoşniyyətli sözündə hərf və səs sayı bərabər idi. Ona görə 98-ci cavabımız C olacaq. Hər iki sözdə həm açıq, həm qapalı saitlər vardır, həm yəni i-lər, ı-lar, u-lardan, həm yəni hər iki sözdə i vardır, həm də o, ə kimi, a kimi saitlər vardır. Düzdür. Birinci sözdə 4 kar, 3 kar, 4 zingiltili, ikinci sözdə isə 5 kar, 2 zingiltili vardır. Misalən, gəlin istəsəz bunu bir dənə sayaq ki, siz də daha arxain olasınız. Misal üçün, xoşniyyətli sözündə belə dedək, bunu y-ni atırıq buradan. X kardır, ş kardır, n zingiltilidir, y zingiltilidir, t kardır, l xoşniyyətdir. D olur, yəni d da zingiltilidir. Deməli, 3 dənə kar, 3 dənə zingiltili vardı burada. Yenə də bu fikir, daha doğrusu burada bir dənə deyəsən, nədirsə xəta getdim mən. Aha, üzr istəyirəm. Burada bayaqlar dedim ki, bunu sildim. Bayaqlarıma demişdim ki, silməmək lazımdır. Özüm dedim ki, özüm riayət eləmədim deyə. Testdə burada cavabı biraz qarışırdı. Deməli, 4 dənə zingiltili həqiqətən də 3 dənə də kar vardı. Bu birinci hissəsi doğrudur. İkinci sözdə isə 5 dənə kar vardı. Misal üçün, bax, x kardır, ş kardır, növbəti x kardır. Deməli, düzdür, bu da kar idi, bu da kardır, bu da kardır. Bu yeni atmışdıq, bu zingiltilidir. Bu da kardır, l zingiltilidir. Bu da doğru fikir olur. Keçirik 99-cu testimizə. Neft çıxarma və neft təmizləyən sözləri vardı. Neft çıxarma sözündə də burada t düşür. Çünki özündən sonra neft çıxarma. Neft təmizləyən sözündə də buradakı t düşür. Neft təmizləyən deyə burada l d-ya çevrilir. Bu da neft təmizləyən. Belə bir tələffüz yaranır bizdə, neft təmizləyən. Hər sözdə bütün hecalar samitlə başlayır. Burada neft çıxarma, deməli, çıxarma, bəli, neft təmizləyən. Doğrudur, bu doğru fikirdir. Hər iki sözdə vurğu sonuncu heca düşür. Neft çıxarma, neft təmizləyən doğru fikirdir. Birinci sözdə 4, ikinci söz 5 hecalıdır. 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, bəli, doğrudur. Hecaların saitlərin sayını sayırdıq biz burada. Nə qədər sait varsa o qədər heca vardır. Hər iki sözdə uzanan sait yoxdur. Deyir, düz deyir. Hər iki sözdə kar samitlərin sayı bərabərdir. Hər iki sözdəki kar samitlər. Neft çıxarma sözündə bax, f kardır, ç kardır, ç kardır, x kardır. Yəni 3 dənə kar vardır. Neft təmizləyən sözündə isə f kardır, t kardır. Qalan da kar yoxdur, ona görə də bərabər deyil. 99-cu testdə birində 3 dənədir, birində 2 dənədir. Cavab olur Y variantı. Fikirlərdən biri səhvdir, 100-cü testimizdə deyir.
Atlas sözü yazıldığı kimi tələffüz olunur? Doğru fikirdir. Akkord sözü akord kimi tələffüz olunur? Doğru fikirdir. Şəfəq, üfüq tipli sözlərdə saat ilə başlayan şəkil çatdıqda həmin sözlərin son samiti yazıldığı kimi tələffüz olunur. Bəli, doğrudur. Sait artıqda bunlar dəyişim baş vermir. İntonasiya və allegoriya sözlərinin vurğu üçüncü yazı. İntonasiya, allegoriya doğru fikirdir, bəli. İyi olan sözlərdə vurğu bir hecəyə əvvələ gəlir. O da üçüncü hecəyə gəlir çıxır. Bura gəlir çıxır. Qanad açmaq və qanad çalmaq ifadələrinin ilk sözünün tələffüzü eynidir. Xeyr. Bıdıcıcı samiti məsələsinə görə biz görmüşdük ki, D-dan sonra sait gələrsə olduğu kimi gəlir, D-dan sonra samit gələrsə D, T ilə əvəz olunur. Ona görə 49. 100-cü testdə cavabımız olacaq Y variantı.